Hər vaxtınız xeyir olsun bizim dəyərli YouTube izləyicilərimiz, Qarabağ sevərlərimiz, Qarabağ azarkeşləri. Sizləri yenidən xoş gördük. Bu dəfəki videomuz, ictimai videomuz Qarabağ azarkeşləri üçün daha əhəmiyyət kəsb edən bir mövzu olacaq. Çünki bütün Qarabağ azarkeşləri futbolçu haqqında məlumatları gözləyir. Neçə vaxtdır bu futbolçu bizlər üçün maraq kəsb edir ki, oyunu, transferi və s. Söhbət Johnny Montiel'dən gedir. İspaniyalı transferimiz, çünki bu transfer bizim üçün xüsusi əhəmiyyət kəsb edir. Təcrübəli bir oyuncudur. İspaniyanın 16 və 18 yaşlı oyunculardan ibarət milli komandasında çıxış etmiş. Rayo Vallecano və ondan öncə Deportivo La Coruña kimi digər İspaniyanın klublarında çıxış etmiş bir oyuncudur, təcrübəli bir oyuncudur və yarım müdafiədə oynayan winger və hücuma meyilli oyuncudur. Bu oyuncunun zədələnməsi, hazırlıq vaxtı, təlim məşq toplanışı vaxtı zədələnməsi və o vaxtdan bu yana hamını səbirsizliklə gözlədiyi nə vaxt oyuna çıxacağı durumu hamını maraqlandırırdı. Ona görə də Johnny Montiel bu oyuncu haqqında sizlərə məlumat çatdırmaq istəyirik. İlk əvvəldə də qeyd etdiyimiz kimi Johnny Montiel artıq yaşıl meydanlara qayıdır. Buna sübut olaraq İmişli Azərbaycan Premyer Liqasında Qarabağın İmişli ilə keçirdiyi oyunda start heyətdə olmasa da ehtiyat oyunculardan ibarət heyətdə yer aldığını gördük. İnşallah İmişli oyununda və digər oyunlarda da mütəmadi olaraq Johnny Montiel debüt etmiş olar. Əvvəla Johnny Montiel haqqında futbol ictimaiyyətində, futbol saytlarında bu aylardan əvvəl nələr yazılmışdı, onları sizlərin nəzərinə çatdıraq. Bir futbol ictimaiyyətinin, bir futbol saytının daha doğrusu verdiyi məlumata görə artıq Johnny Montiel zədədən dönür. Amma zədədən dönsə belə artıq Çempionlar Liqasında oynaya bilməyəcək. Çox təəssüflər olsun ki, misli Premyer Liqasında, Azərbaycan Premyer Liqasında oynaya biləcək. Belə ki, Johnny Montiel geri dönür. Bu başlıqla futbol ictimaiyyəti, futbol saytları məlumatları yayıb. Belə ki, Qarabağın yeni transferi Johnny Montiel debüt etmədən məşqdə zədələnərək sıradan çıxmışdı. İndi isə o geri dönür. Zədəsini sağaldan Montiel artıq məşqlərə başlayıb. O yaxın günlərdə də komanda ilə birgə məşqlərə qoşulacaq. Amma buna baxmayaraq Montiel geri dönsə də Qarabağa Çempionlar Liqasında kömək edə bilməyəcək. Səbəbi isə Qarabağın UEFA-ya göndərdiyi iştirak ərizəsində Johnny Montiel'in adının yer almamasıdır. Belə ki, Montiel bu mövsüm sadəcə Azərbaycan Premyer Liqasında olan oyunlarda komandasına dəstək ola biləcək. Bu məlumat bütün futbol saytlarında yayıldı. Daha sonra bundan sonra digər məlumat isə futbol saytlarında yayılan məlumat isə bu başlıqla dərc olundu. Qarabağın yeni transferi ilk oyununa çıxa bilər. Əvvəldə də qeyd etdiyimiz kimi bu məlumat Qarabağın Azərbaycan Premyer Liqasında İmişli ilə oynayacağı oyunda ehtiyat oyunculardan ibarət olan heyətdə Johnny Montiel'in yer alması ilə bağlı idi. İspaniyalı futbolçu Johnny Montiel Qarabağ klubunda ilk oyununa çıxa bilər. Bu başlıqla futbol saytları dərc elədi bu xəbəri. Futbolçu sabah
Azərbaycan Premyer Liqasının 10-cu turunda keçiriləcək İmişli klubu ilə oyunda iştirak edə bilər. Xatırladaq ki, bu il yay transfer pəncərəsində Qarabağın heyətinə qatdığı İspaniyalı hücuma meyilli yarım müdafiəçinin hazırlıq durumu Qurban Qurbanovu qane etmədiyi üçün Montiel yeni klubunda debüt etməmişdi. Onu da nəzərinizə çatdıraq ki, Johnny Montiel avqust ayının 3-də Qarabağ klubu ilə 2+2 formatında müqavilə imzalamışdı. Futbolçunun 26 yaşı var və Johnny Montiel Winger mövqeyi ilə Rayo Vallecano klubunun yetirməsidir və bundan da əvvəl İspaniyanın milli komandasında 16-18 yaşlardan ibarət milli komandasında və digər Deportivo La Coruña və sair kimi İspaniya klublarında çıxış edib. Biz sizlərə Johnny Montiel haqqında bu şad xəbəri, sevindirici xəbəri sizlərin nəzərinə çatdırdıq və futbol saytlarında olan xəbərləri sizlərə dedik, sizlərə çatdırdıq və Johnny Montiel haqqında məlumatlar hələ ki bu qədərdir. İnşallah Johnny Montiel yaşıl meydanlara qayıdıb digər Premyer Liqa oyunlarında debüt edib qol vurmağa, qollar atmağa davam edər inşallah. Bir də bir transfer xəbəri dedikdə iddia olunan bir xəbəri sizlərin nəzərinə çatdıraq. Qurban Qurbanov bu Braziliyalı futbolçunu bəyəndi, diqqətdə saxlanılmasını istəyir. Bu başlıqla futbol saytları məlumatı yayıb. Qarabağın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın son turunda Kəpəzə qarşı keçirilən oyundan sonra rəqib komandanın futbolçusuna maraq göstərib. Futbol saytının məlumatına görə təcrübəli mütəxəssis Kəpəzin 22 yaşlı mərkəz müdafiəçisi Jefferson Bentunun çıxışını bəyənib. Qurban Qurbanov gənc futbolçunun oyun intizamı və fiziki göstəricilərini yüksək qiymətləndirib. Bildirilir ki, Qarabağın baş məşqçisinin istəyi ilə yay transfer pəncərəsində müdafiəçini heyətə qatmaq ehtimalı nəzərdən keçiriləcək. Bu transfer xəbərini də sizlərin nəzərinə çatdırdıq. Yəqin ki, bu transfer gerçəkləşər inşallah. Ən əsas videomuzun əsas mövzusu Johnny Montiel haqqında olan məlumat idi. Əgər bu ictimai video siz Qarabağ azarkeşlərinin, Qarabağ sevərlərin marağına səbəb oldusa, videonu bəyənib paylaşmağı unutmayın və kanalımıza da abunə olmağı unutmayın. İnşallah növbəti xəbərlərlə qarşınızda olmaq diləyi ilə Allah amanında. Hələlik.